Salam, Münhen vloguma xoş gəlmisiniz. Bugün Münhenə gedirik və avtobusla gedirik və 9 saat yol gedəcəyik. Flixbusla yox, başqa bir firmadan bilet almışdıq. 34 avro ödəmişik. Görmək istəyirsən videoda. İsveçrəyə çatanda. Bu arada avtobus çox lüks avtobus. Yəni 34 evro ödəmişik və çox gözəl bir avtobusdur. Mənim yerim xaricində avtobus gözəldir. Avtobusda televizor var. Şokdayım. Avtobusda pulsuz kofe var. Avtobusda hər şey var. Yəni möhtəşəm, ideal. Yəni 34 avroya ala biləcəyimiz max hər şeyi almışıq. Gecə isə qalıb. Gəldik, çatdıq. 11 saat avtobusda olduq. Axır ki çata bildik, amma hal-hazırda evsizik rəsmi olaraq. Normalde yolun 6 saat 30 dəqiqə olmalı. Hə, 6 saatlıq yolu 11 saata gəlib. Çıxmağı necə bacardıq bilmirəm. Nəysə, yəni indi ona görə gedirik McDonald's-a, evsizlərlə bir yerdə vaxt keçirməyə. Çünki biz də onlardan biriyik. Və orada saat 6-ya qədər açıqdır. Səhər tezdən 6-da biz nə edəcəyik onu da bilmirəm. Direkt. Nə? Girmişdim. Bu da Lemanın ikonik kombini. Hamam tesmalından kombin düzəldi bəsində. Çünki üşüyür. Bence sırıtmır, pançoya oxşuyur. Hayır. Yox. Düzdür. Neyse onsuz da evsiz olduğumuzun hissimizi sorgulamır. Rahat olma. Yani bir gece evsiz olduk. Almanya'da çok riskli oldu. Altıya işləyib. McDonald's da bağlandı. Küçədə qalmışıq. Salam. Demək, gecəni hosteldə keçirdə bildik. Gecəni dediyimizdə səhəri. Lobbydə qaldıq. Yəni çekinimiz hələ başlamayıb, saat 3-də başlayacaq. Çantalarımızı hosteldə atdıq, gəldik. Yəni 10 avro ucuza düşsün deyə və vaxt problemimiz var idi. Yəni sabah saat 7-də ala bilərdik avtobusu, ən ucuz bilet. O da ki çatmırdıq. Yəni gəldiyimiz şəhərdən Milana. Yəni məcbur belə bir situasiya yaşandı, amma bu da bir təcrübə oldu. Yəni bir gecə Münihdə evsiz qaldıq, amma real. İndi çıxmışıq şəhəri kəşf eləməyə. Harada qaldı? McDonald's-a. McDonald's-dan sonra da getdik hostelin lobisinə. Saat 6-7 arası getdik hostelə. Biz oturmuşduq, yemək alıb oturmuşduq. Bir kişi bizə, yəni Almanca nəsə dedi ki, yəni buradan qalxın dedi, nəsə dedi də. Biz də başa düşmədik. Sonra dedi, siz haralısınız? Biz də dedik, Azərbaycanlıyıq. O dedi, mən də türkəm. Arxa masadakı qızlar qırğız idi. Yəni çox gözəl bir o an məsləşdik. Türk kişi başladı ki, biz qardaş ölkəyik, biz Azərbaycanlıları çox sevirik. Mən də orada dedim ki, yəni qırğızlar da bizim qardaşımızla eynən. Biz hamımız qardaşıq, hamımız qardaş olduq. Nəysə sonra Türk oğlan dedi ki, burada Azərbaycanlı bir işçi var. Dostumdur mənim. Nəysə, bunu dedi getdi. Sonra biz yerimizi dəyişdirdi, oranı təmizləyirdi. Sonra həmin orada işləyən Azərbaycanlı işçi içəridən çölə çıxdı. Və həmin türk kişi bizi göstərərək dedi ki, bax sənin həmvətənlərin oradadılar. Və həmin kişi bizim üzümüzə baxmamaq üçün hər şey elədi. Və oradan qaçaraq uzaqlaşdı. Və saat 5-də McDonald's bağlanırdı. Türk kişi bizə dedi ki, siz otura bilərsiniz də, çıxmayın, hava soyuqdur. Qalın burada. Hə, yəni Türk kişi gəldi bizə çay, kofe təklif elədi ki, nəsə istəyirsiniz, ürəyiniz, nə bilim nə. Biz dedik, yox da çox sağ ol. Yəni həmin o Azərbaycanlı, yəni bir salam verə bilərdi də, yəni ən azından. Əli ilə bizi kimsə göstərir ki, bax orada sənin həmvətənlərin var. Bir başı ilə bir salam verə bilərdi. Heç nə, sanki biz orada yoxuq. Sanki belə bir cümlə eşitmədi. Dərhal oradan uzaqlaşdı. Bir gecədir, tam olaraq bir gecədir bu hadisəyə eyni qədər əsəbidir.
Özünə gələ dönənlər. Çünki böyük bir hörmətsizlik elədi də, yəni bizə qarşı. Deməli belə bir alman simiti aldıq. Bir dənə də sinamon rolu aldıq. İndi onların dadına baxaq. Sinamon rolunun dadına baxaq. Çox dadlıdır. Bəyəndim. Mən içəridə çox fərqli rollar, növləri var idi. Hansını seçəcəyimizi qərar verəmədik. Üstləri seçdik axırda. Bakın. Simit. Haribo'nun mağazasında gəzirik və fərqli çeşidləri var. Çox gözəldir. Stiliyada böyük ol Haribo ilə xoşbəxt ol. Demək, fərqli növ Haribolar yoxlayırıq. Mənə təqdim et. Aha. Nə mənə təqdim edəcəm? Nəli almalıydı ha? Çox tatlıdır. Şeyli. Ha bax, tam olaraq səninlə eyni rəngdədir, amma görsənmir. Məsələşdim. Bu da yoğurtlu bir Haribomdur. Çox tatlıdır. Oradan, mən deyəcəm. Çox fresh istəyənətdir. Nə moroqdur deyəsən. Bu da moroq. Tam yoğurt dadı gəlmir. Çox bəyəndim. Bu binaya bayıldım. Bakın siz de. Döner yoxlayırıq. Gecə gözü ilə şəhər. Amsterdam qolunun bir şeydir. Necə də gözəlsə. Mədənət. Kameralara oynayır deyilmişdim. Heç kim mənə inanmırdı. Belə. Bu arada bu şəhər deyildiyi kimi heç güvənli bir şəhər deyil. Heç bəyənmədim. Yəni 0-0-0. Yəni həqiqətən təhlükəli olmağının səbəbi təbii ki, lokallar deyil. Hansı Eynən. millət olduğunu deməyəcəm. eynən. Kişi kimi olmaq istəmirəm. Bu arada eynən çox narahat hiss edirəm özümü. Heç yaxşı deyil. Yəni bu arada İspaniyada özümü narahat hiss edirdim. Amma İspaniyada bu halların heç biri baş Heç elə verməmişdi. də olmur yəni. Neçə dəfə gəlmirsən. Orada Eynən, eynən. belə Here we go. Rich oil country Azerbaijan. Mr. Aliyev, my big hero. It's gonna be the day that they're gonna throw it back to you. Münhendən ikinci yerimizdən salam. Gəlmişik, burada bir tarixi qala var. Onu görməyə. Qalanın adını əsla deyə bilmirəm. Böyük bir həyəti var. İçərisinə girib baxacağıq. Maraqlı gəldi gözümüzə. Daha sonra BMW muzeyinə gedəcəyik. Baxın, belə görünür. Bu gün də hava pisdir. Yağış yağır. Yağış yağmağı heç yaxşı olmadı. Hava da biraz soyuqdur. Amma bizim qalın paltarlarımız yoxdur. Sadəcə wow. Necə də gözəldir. Ürəyim getdi. Birlikdə kültürlənək. Bura bu kişi ilə qadının yataq otağı olub. Divarda şəklini gördüyünüz insanlar biriləridir. Mən də onlara baxmaya gələn hər hangi biriyəm. Kimsə toy çəkilişinə bura gəlib. Doğru qərar. Avtobusdayıq. Bu arada avtobusa bilet aldıq. Günlük bilet aldıq 2 nəfər üçün. 2 nəfər üçün 15 avro ödədik. Və günləri, yəni bugün limitsiz şəkildə minə bilərik bütün tramvaylara, metrolara, avtobuslara. İdeal. BMW muzeyinin qabağındayıq. Muzeyi gəzməyə başladıq. Video çəkirəm etdən. Görək nələr var. Baxın.
Mən valeh oldum bu müzeyə, çox bəyəndim. Baxın, bu maşının necə qəribə bir görüntüsü var. Kültürlənək birlikdə. Baxaq, necə gözəldir, bayıldım. İstəyirəm hər şeyi çəkim göstərim, çox qəşəngdir. Baxın. Maşına baxın, çox qəribə. Yəni bir şey 2050-də bir maşına baxırıq kimi hiss etdirdi. Vav, sadəcə vav. Demək bunu eləyəcəyik, bizim çəkilimizi çəkəcək bu. Hansın? Hə, qəşəngdir, götür. Gəl yanıma. Basın rekordu. Bak. Buna baxın. Mən da TikTok'a video çəkirdim. Bütün videoları çəkə-çəkə eləmişdim. Və sonra TikTok o videoları sildi. Baxdım ki, yoxa çıxıb. Çox əsəbləşdim. Yəni, draftda atmamışdım. Çıxmışam TikTok'dan, o da silib. Çox pis oldu. Müzeyi gəzdik, qurtardıq. Buradan çıxırıq. İndi BMW Bank deyə bir yer var, ora gedik. Demək, BMW müzeydə köhnə maşınlar, tarix, nə bilim, motorlar falan hər şey var idi. Bu daha çox BMW-nin sərgisi kimidir. Yeni maşınların falan qoyduqları. Bura daha moderndir. Baxaq görək içəridə nə var. Burada maşınları, motorları yoxlamaq olur. Motorun üstündə oturmuşam. Çox qəribə bir hissiyatdır. Kaş motor sürməyi bilsəydim. Həmin bir an içində çox qalmadıq, çıxdıq. İndi Olimpiya Park deyə bir park var. Ora gəlmişik. Üçü də yaxşı yanaşıdır. Yorulduq. Bugün çox yorulduq. Eynən. Və acıq. Demək var ki, yediyimiz qidalar Lidl-dan aldığımız bişintilər idi də, yəni. Bişinti. Mən bir sənə yapacağım. Acam. O da acıdır. Yorğunluq. Bugünkü gəzintimiz bitdi. Çünki çox yorulduq. Hava da çıxdı zaten. Neyse, Lidl-dan belə bir sushi set almışıq. 5 avroya. Yaxşı görünür. Şimdi tadını da baxacağım. Sizə hosteldə qaldığım otağı göstərmək istəyirəm. Otaqda 6 yataq var və qadın otağıdır. Göstərirəm. Otaq belədir, balaca bir otaqdır. Bu bizim yataqlarımızdır, alt üst. Mən burada yatıram. Belə burada da 2 dənə daha yataq var. Belə balaca bir otaqdır. Yəni 3 gecəsinə 60 evro deyəsən ödədik. Belə ucuz bir yerdir. Bugün burada son günümüzdür. İlk dəfədir ki, hansısa bir səyahətdə rahat-rahat, yavaş-yavaş gəzirəm. Bu da qəribə hiss elətdirir. Yəni çünki heç ara tələsmirəm, qaça-qaçda deyiləm. Rahat-rahat gəzirəm. Yəni çünki günü biraz çox götürdük. Bu arada Münihə məncə 2 gecə bəsdir, 3 gecə çoxdur. Yəni məsələn 3 gecə yanlış qərar. Bu da hostelimizin lobisidir. Belə. Bu tərəfdə insanlar oturub deyə çox çəkəmirəm. Nəysə də yəni ümumi belə bir hostelimiz var. Oy, qapıya girdim. Yavrular. Səhər yeməyimiz. Baxın, yuxarıda Azərbaycan dilində yaxşı səhər yazılıb. Əslində sabahınız xeyir yazmaq güzel. Ama en azından orada Azərbaycan dilində nəsə var. Çox sevindim onu görəndə. Moldayım. Belə gəzirik. Heç almadım. Mənim burada ən çox şoka salan bilirsiniz nədir? Yəni bilmirəm bizim rastımıza çıxan almanlar mı belədir, ümumi almanların hamısı mı belədir? Düz yolda bu adamlar yeriyə bilmir. Yəni geniş bir küçədə gəlib sənə çiyin atıb gedirlər və əsla üzr istəmirlər. Sanki bu normal bir şeydir çiyin atıb getmək. Yəni əsla heç dönüb belə baxmırlar və çox pis vururlar da çiyini həqiqətən. Yəni bilmirəm.
Niyə bu hər dəfə yaşanır? Özdə hər yaş aralığında insanlar bunu eləyir. Anlamıram. Yəni bunun səbəbi niyədir? Bunu niyə eləyirlər? Bu bunların normaldırmı? Artıq çox əsəb oluram. Bir alman daha mənə çiynəsi, çantam onun başına keçirdim. Çünki çiynim ağrıyır. Salam dostlar. Nəzir nə deyirsə düz deyir. Necə bir marketə gəlmişiksə, marketin içində pianino səslənir. Bu şəhərin vibe-ını çox bəyəndik. Yəni çox gözəl bir şəhərdir. Mən kafeləri də çox bəyəndim şəhərdə. Neçə gündür hava çox soyuq olur. Bu videolarda can gidənin kimi arxada keçirəm. Özü aski və kulokla. Bilirsən nə yanmışdı? Sever axranalarını mən düşünüyorum. Sən heç kim çiyin atmasın, belə gedirsən bundan sonra. Gülməyimi saxlaya bilmirəm ki, necə danışım. Neysə. İndi bugün hava çox istidir və neçə gün indi soyuq idi da. İndi istidən buxarlanırıq. Ən qalın pastırması giymişim. Mən isə bir cins giymişəm. Ləman qollu kofta geyinib, mən də cins geyinmişəm. İstidən həqiqətən buxarlanırıq. Hava isti deyil əslində dostlar. Hava 23-24 dərəcə ola bilər bu dəqiqə. Amma bürküdür. Bakıda olur belə rütubət, nəmişlik, insan krey olur. Çox belə bir hava var. Eynən, nəfəsim mənə isti gəlir yəni. Amma günəş var. Bu demək ki, keçən şəkillər çəkdirəm. Bu arada səhər günəş yox idi, təzə çıxıb günəş. Biz baxdıq hava proqnozuna. Nəcəbsər iPhone ilk dəfə düz hava göstərdi ki, günəş altıda çıxacaq. Normalda iPhone-un günəş göstərdiyi saatlarda qar yağır. Dedi günəş saat 6-da çıxacaq və yağış yağacaq. Yağış da elə bir tükürcək kimi yağır üstümüzə. Və bitti. Bir də bu şəhərin ən böyük problemi şəhərdə piyada xəttinin olmamalıdır. Şəhərdə piyada xətti yoxdur. Mənim işim budur, hər şey. Küləyin səsindən səsimi eşidirsiniz ya, yox bilmirəm. Nəysə, belə bir meydan var burada. Çox gözəldir. Bayrağın böyüklüyü. Lokal insanlar belə bir parkda gəzişir. Necə də gözəldir. Ürəyim getdi. Girls, look at this view. Wow. Bilirsiniz niyə belə danışıram? Bir dəqiqə. Dünən bir satıcı qız bizi saxladı və bizə bir məhsul satmağa çalışırdı. Qız ancaq hər şey belə idi. Wow, amazing, gold. Belə idi. Axırda biz almaq istəmirik deyəndə bizə bir sifət elədi. Nəysə, dünəndən bəri ona görə danışığım belə dəyişib. Mən gedib gördüm. Çox bəyəndim. Özümü elə bil ki, meşəyə gəlmiş kimi hiss edirəm. Amma halbuki bura, yəni şəhərin mərkəzindən cəmi 20 dəqiqə uzaqlıqdadır da. Təsəvvür edə bilirsiniz. Mən bu şəhəri çox bəyəndim dostlar. Və düşünürəm ki, hər şey var. Təbiət, mağazinlər, mərkəz, sosial həyat. Baxın, insanlar necə də burada vibelayır. Parkın içində yemək yeyib, nəsə içib, oturmaq üçün belə bir yerlər var. Və stendlər var. İstədiyin yerdən nəsə alıb, gəlib, oturub belə yeyə bilirsən. 7 avro verdiyimiz yemək. Nuş olsun canım. Şəhər gün batımında belə görünür. Və çayın bu tərəfində sörf edən insanlar var. Onları çəkmədim şeybədən, yəni əsəbləşib eləyərlər, amma çox gözəl bir görüntüdür də, həqiqətən. Bu şəhəri çox sevdim. Şəhərin mərkəzinə yaxın bir yerdəyik və axşam həyatı burada necə olur onu göstərmək istəyirəm. Və gözəl bacım. İkimizin də sosial bateriyası bitdiyi üçün ayrı-ayrı qulaqlıqla mahnıya qulaq asaraq şəhərin mərkəzinə doğru gedirik. Şəhər çox gözəldir. Sabah buranı tərk edəcəyim üçün biraz üzgünəm.